Salam aleyküm, dəyərli izləyicilər və dəyərli müştərilər. Öncədən bunu sizinlə mən bölüşmüşdüm. Hansı ki, Mərdəkandakı olan 3 mərtəbəli fərdi yaşayış evidir. Artıq birinci mərtəbənin hörgüsü bitib. Gördüyünüz kimi hörgümüz gözəl və səliqəli. İnşallah qəlbimiz də tamamilə bitibdir. İnşallah hər zaman olduğu kimi beton töküb son nəsə sizlə bölüşəcəm. Bunu hər zaman müştərilərə bildirmək istəyirəm ki, biz işlətdiyimiz armatur əlbəttə ki, M500 marka təmiz 500 marka metallı armaturdur. Hansı ki, monolit və kolonlara istifadə olunur. Bura bizim terras hissəmizdir. Bura bizim girişdir. Burada zalın panorama olan şüşəsidir. Yəni pəncərəsidir. İnşallah bunu da sizə bildirim ki, evləri soruşur ki, sizin hansı ki divarınız, bax bu da bizim vertikallı olan, yuxarı qalxan divarımızdır. Əlbəttə ki, bütün divarlar lazerdən ölçülür. Artıq bugün manat işinə start veririk. Hər zaman olduğu kimi mərtəbəyə çıxış, 2 plaşatka, 21 pillədən ibarət olan gözəl bir sərgəli pilləkənimiz var. İnşallah bunu da pillə qabaqlarını vurub sizinlə bölüşəcəm. Sadəcə bunu deməyə ehtiyac yoxdur. Gözlə hər şey görünür ki, deməli metal konstruksiyamız 20 santimdən qarzantanla və vertikallı şaqlarımız gedir. Hər bir yeri, hər bir nöqtəsi. Yəni bunu bölüşməyə dəyməz, gözlə də görünür. İnşallah betonun töküb son nəticəsini sizlə bölüşəcəm. Hər zaman olduğu kimi bizim salafan izolyasiyamız yerindədir. Hansı ki 350 marka B25 verəcəyimiz betonu gələcəyində bunu 400 markaya qədər qaldıra bilir. Həqiqətən mükəmməl bir proyektə malik olan bir 2 mərtəbəli fərdi yaşayış evidir. İnşallah növbəti mərhələni tikib damının tamamilə manatını bağlayıb son nəticəsini sizlə videoda olaraq paylaşacağım. Xeyirli olsun.